Bəli, Türk dövlətləri daha bir mühüm istiqamətdə qüvvələrini, səylərini birləşdirirlər. Söhbət bu dəfə informasiya sahəsindən, daha dəqiq desək, dövrümüzün ən ciddi problemlərindən olan dezinformasiya ilə mübarizə sahəsindən gedir. Ankarada bir qədər əvvəl forum öz işinə başladı. 2 gün ərzində Türk dövlətlərinin mediadan məsul qurumları, strukturlarının rəhbərləri, jurnalistlər, media ekspertlərinin iştirakı ilə müzakirələr aparılacaq və dövrümüzün ən böyük problemlərindən biri olan dezinformasiya ilə mübarizədə təcrübə mübadiləsi aparılacaq, səylərin birləşdirilməsi, əməkdaşlığın imkanları müzakirə ediləcək. Bir qədər əvvəl Türkiyə Prezident Administrasiyasının kommunikasiya idarəsinin rəhbəri Burhanəddin Duran çıxış etdi və bu forumun əhəmiyyətini qeyd etdi. Məlum olduğu kimi bu strukturun, yəni Prezident Administrasiyasının kommunikasiya idarəsinin strukturunda dezinformasiya ilə mübarizə mərkəzi fəaliyyət göstərir qardaş ölkədə və olduqca uğurlu təcrübəsi var, zəngin təcrübəsi var. Forum ərzində, müzakirələr ərzində bu təcrübə paylaşılacaq. Digər ölkələr öz təcrübələri haqqında məlumat verəcəklər. Azərbaycan burada nüfuzlu nümayəndə heyəti ilə təmsil olunur. Panel iclaslarının keçirilməsi, müzakirələrin panel iclaslarında davam etdirilməsi nəzərdə tutulur. Sabah isə forum öz işini yekunlaşdıracaq. Biz 2 gün ərzində bu önəmli tədbirin gedişatı ilə bağlı tamaşaçılarımızı məlumatlandırmağa davam edəcəyik. Hələlik söz sizdədir.